Bu dəfə rəfiqələrimlə Gənclik Mallda biraz gəzib yorulduqdan sonra çay içmək qərarına gəldik. Seçimimiz Mado restoranı oldu. Buradakı şirniyyatları çox sevirəm. Qeyd edim ki, burada şirniyyat sifariş edənlərə bir stəkan çay hədiyyə verilir. Hətta bəzi şirniyyatlarda bu 2 stəkan çay olur. Biz də bu fürsəti qaçırmadıq. Mənim seçimim südlü, fıstıqlı paxlava, rəfiqəmin seçimi isə südlü, şokoladlı paxlava oldu. Bir setdə 3 ədəd paxlava var idi və qiyməti 8 manat idi. Bir ədəd paxlavanın qiyməti isə 3 manatdır. Qeyd edim ki, bir ədəd paxlava alındıqda çay hədiyyə verilmir. Bunun üçün isə bizim kimi 8 manatlıq set sifariş etmək lazımdır. Bizim götürdüyümüz paxlava setində hər setlə birlikdə 2 stəkan çay pulsuz təqdim olunurdu. Digər rəfiqəmiz isə sadəcə 4 manata bir fincan çay sifariş etdi. Çayın yanında gilas mürəbbəsi və balaca kurabiyə servis olundu. Sonda 3 nəfər üçün servis haqqı ilə birlikdə cəmi 22 manat ödəniş etdik. Şirniyyatları və servisi bəyəndik.